xanım həkimənin ziyarəti. Bilirsiniz, bəzən xanım həkimə, xanım rəhimə, Mir Mövsüm ağa və Bakıdakı və yaxud da digər regionlarımızdakı imamzadələr, onların varlığı. Biz bəzən elə bilirik ki, biz onları gedib ona görə ziyarət eləməliyik. Məsələn, bir ruhani deyir ki, gəlin gedək xanım həkiməni ziyarət eləyək. Niyə? Çünki o, Peyğəmbərin bizə olan bir yadigarıdır. Gəlin gedək ziyarət eləyək, həkimə xanımı boş qoymayaq və s. və ilaxir. İndi əqidəmiz cəhətindən oranı boş qoymasaq, ki, ora qoy dolu olsun, hamı orada olsun, gəliş-gediş olsun və insanlar üçün maraqlı olsun. Belə olsa eybi yoxdur, demirəm səhv sözdür bu. Amma Həzrət Həkimə xanımın özünə görə narahat olmaya, bu sənin lazımlıdır. Allah Həzrət Həkimə xanımın qəbri olduğu yeri, Allah ona görə bizlər üçün ziyarət qərar verib. Allah istəyib ki, o bilinsin filan və s. Ona görə ki, biz insanlar, biz dindarlar gedək oradan kömək alaq. Nəinki bu Həzrət Həkimə xanıma xeyirdir. Həzrət Həkimə xanımın bizim onu ziyarət etməyimizə, ona Fatih oxumağımıza ehtiyacı yoxdur. Bizim üçün Allah onu qərar verir. Əlbəttə yenə deyirəm, belə bir təşviqatlar da eləyək. Deyək ki, gəlin, gedəyin Həkimə xanımın ziyarətinə, Rəhmə xanımın, Leyla xanımın ziyarətinə, buraları boş qoymayaq. Niyə? Çünki qoy əqidə cəhətindən yaxşı olsun, insanlar görsünlər ki, çox adam gəlir, sevinsin. Allah şahiddir, mən hər dəfə gedəndə görürüm orada nə qədər maşınlar var, hətta maşın saxlamağa yer tapmıram. Deyirəm, yox, tək ki, mən maşın saxlamağa yer tapmayayım. Cəmaat gəlsin, xanımdan istifadə eləsinlər, nicat tapsınlar. Yəni, əqidə cəhətindən də yaxşıdır, qoy cəmaat gəlsin. Amma belə deyil, Peyğəmbərin yadigarını biz tək qoymayaq. Peyğəmbərinin yadigarını yadımızdan çıxartmayaq. O bizdən gileylənər, o bizdən küsər, nə bilim, heç vaxtda gileylənməz, heç vaxtda küsməz. Onun bizə ehtiyacı yoxdur. O əgər gileylənsə də deyək ki, gəlin sizə kömək eləyim. Ona görə də bizim ehtiyacımız var. Xanım həkimənin bizə ehtiyacı yox. Bizim ehtiyacımız var və Allah da belələrini bizim üçün qoyub. Ona görə də hər ziyarətə gedəndə Allaha şükür elin, deyin, ilahi, nə yaxşı bu xanımı Azərbaycana gəlməsinə şərait yaratmısan, kömək eləmsən. Biz bilmirik kimin yanında. Allah and olsun Həkimə xanım və onun o bacıları, bilirsiniz nə qədər böyük nemətdir, nə qədər böyük nemətdir. Mən şəxsən özüm həmişə deyirəm ki, çalışıram tez-tez gedəm, amma həmişə öz-özümə deyirəm ki, qiyamət günündə peşmançılıqlarımdan da biri bu olacaq ki, biz xanım həkimənin qədrini bilmirik. Bilmirik nə əzəmətli bir övliya olan şəhərdə yaşayırıq. Yəni, bir insanın şəhərində imamın qızı var. İmamzadə deyil, imam nəslindən olan deyil bu. Bu imamın birbaşa qızıdır, Musa Kazımın qızıdır. İmam Rızanın bacısıdır və İmam Təqə əleyhissalamın bibisidir. Və özünün də Allah yanında məqamı o qədərdir ki, biz onu başa düşəmirik. Qiyamətdə görəcəyik onun nə əzəmətli məqamı var. Hətta imam qızı olmasaydı. Təsəvvür edirsiniz, belə bir xanımdan, belə bir ilahi övliyadan qəflətdə olmaq bilirsiniz nə deməkdir? Və bunlar bizim üçün rəhmətdir. Ona görə həmişə gedib Allaha şükür eləmək lazımdır ki, ilahi, belə bir rəhmət var bizim ölkəmizdə, bizim şəhərimizdə. İstədiyimiz vaxt ilahi övliyanın məhzərinə müşərrəf oluruq. Bu bilirsiniz nə deməkdir? Və Allahın bir lütfüdür. Təvəssül Allahın lütfüdür.